24 karat qızıldan ibarət yeni xüsusi burgerdir. Adı da Gogo Gold. Dostlar, yadınızdadır da, mən bir neçə il öncə Krakovda Gogo burgeri çəkmişdim geniş formatda. O vaxtdan bu günə çox şey dəyişib. Müştəri sayı artıb, Gogo burger daha da inkişaf eləyib. Özəl burgerlər var ki, bunu ilk dəfə də eşidəcəksiniz və görəcəksiniz. Gəlin gedək görək nə baş verir. Müştərilər və hamısı növbədədir. Bax, adam əlindən yer yoxdur burada. Öncəl bəy, salam aleyküm. Salam, xoş gəlmisiniz. Sağ olun, siz yaxşı olun. Yenə də məkan partdadır. Özdə eşitdim ki, burada qızıl burger də verirsiniz. Bəli. Eyni. Birazdan onun dadına da baxacağıq. Maraqlı bir şeydir. Turistlərin çox marağını cəlb edir, hər kəsin. Vav edir də, yəni hamı. Polşa üzrə birinci yerdədir, Gogo Burger. İndi sadəcə olaraq biz başqa şəhərlərdə yoxuq, Varşavada, hələ ki Krakovdayıq. Ona görə biz deyirik Krakovda, gələn müştərilərə deyirik Krakovda birinci yer, amma o TripAdvisor'da gördüyünüz ən sonda biri də buradadır. Bu da var, bu da sonuncu aldığımız. 2024-ün qalibisiz. Burada 2 dənə cheeseburger, bir dənə Gogo Gold burger. Bu da bizim qızıl steykimizdir. Ən çox satılan son 3 aydadır bu təzə menyudur. Bu Polşada tamam fərqli bir şeydir bunlar. Yəni demək olar yoxdur. Ən çox satılan budur. Turistlərin çox marağını cəlb edir. Bu bizim qara çörəklə bu bizim qızıl burgerimizdir. Bu da qızıl steykdir. Bir də bizim daha çox satılan smash burgerimiz var. Onu da yazmışıq orada. Allah. O da daha çox pişmiş, yəni crispy, yəni daha çox pişmiş. Onda uşaqlar daha çox, bir də yaşlı insanlar, hər tiplər insanların yediyi, yəni hər yaşayan, daha çox quru, çox pişmiş smash orada. Bunlar degustasiyadır, bu uşaqlar daha çox xoş görür, bunlar çox pendirlər. O da burgerlərimiz, ətimiz, qurqamız hamısı özəldir. Əla. Təşəkkür edirəm. Bax, bu diqqətimi çəkdi. Siz qızıl burger deyirsiniz də buna. Bu yeməlidirmi? Bax, bu Yeməlidir, bəli. Yeməli 24 karat qızıldan ibarətdir. Sadəcə olaraq tərkibində çoxu 0,1 qram, çox az bir qızıl var onun tərkibində. Çünki onda günlük yemək qədəri var. Ona uyğun. əla. Təmiz qızıl da 24 karatmış olsun. Bakın ilk dəfə qızılın dadına baxacaq. Qara çörək fərqlidir. Daha dəqiq bilmək istəyirsinizsə, mütləq şəkildə Krakova baş çəkəndə bu məkana gəlin və dadına baxın. Qızıl oğlan, qızıl burger yeyəndən sonra keçir qızıl steyki yeməyə. Baxın, bu da qızıldandır. Artıq mənim mədəm məndən də varlıdır. Smash burger. Çox tatlıdır. Necədir Murad? Öncəl bəy, bax sizin Krakov kimi turistlərin bol olduğu şəhərdə məkanınızın belə populyarlıq qazanmağının əsas sirri nədir? Açıqlaya bilərsinizmi? Əsas sirri deyim, ətlərin yüksək səviyyədə keyfiyyətli olması. Biz əti
ribaydan hazırlayırıq. Ribay yəni antrikot bel hissəsindən. Mal ətinin bel hissəsindən, ətlərimiz təmiz mal ətindəndir. Budur əsas səbəb. Ondan sonra bulkadır. Bulkada bir də soslarımız. Soslarımız da özümüzündür. Hamısı yəni special sosdur. Bulkanı ilk başda çətinlikləri oldu. Yəni hər cür bulka gətirdilər. Amma onu ən son axırı öz reseptimizlə onun içinə xahiş elədim ki, süd qatın. Çünki yəni xəmir un məmulatlarında bütün bunlara ləzzət verən, yumşaqlıq verən süddür. Ona görə resepti özümüz dəyişdik. O da bizim reseptimizdəndir. Yəni bu xırdalıqları görürsünüzmü? Çörəkdir, ətdir, hamısı o xırdalıqlara nə qədər işlənib və bu gün Öncəl bəy onun bəhrəsini görür. Krakovda, hətta mən deyərdim bəlkə də Polşada nömrə 1 burger verilən məkandır Qoqo Burger və biz də fəxr edirik ki, onun sahibi bizim soydaşımızdır. Əgər inanmırsınızsa bu dediklərimə, o zaman bu məkana gəlin, dadına baxın, ondan sonra şərh bölməsində yazarsınız. Sizin fikrinizi gözləyəcəm.